Əvvəlcə qadın memarların əl işlərindən ibarət sərgiyə baxış olub. Konfrans başlamazdan öncə dövlət himnimiz səsləndirilib. Gender bərabərliyi 2026-28-ci illər üzrə Milli Fəaliyyət Proqramının müvafiq proseslərinin icrası ilə bağlı da bu konfrans həyata keçirilib. Konfransın əhəmiyyəti çox böyükdür və buna görə də Naxçıvan Muxtar Respublikasının xüsusi mütəxəssislərdən ibarət nümayəndə heyəti bu tədbirdə iştirak edir. Bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, bu tədbirdə qadın iştirakçılığının təbliği ilə yanaşı, eyni zamanda qadınlarımızın ictimai fəaliyyətinin gücləndirilməsi, ictimai fəallığının gücləndirilməsi, eyni zamanda sosial-iqtisadi məydana həyatda onların fəaliyyətlərinin daha da genişləndirilməsinə bu tədbir xüsusi töhfə verəcəkdir. Eyni zamanda qərar qəbul etmə prosesində, eyni zamanda rəhbər vəzifələrdə qadınlarımızın daha da təmsilçiliklərinin daha da genişləndirilməsi baxımından fikir mübadilələri aparılacaq, təcrübə mübadilələri aparılacaq və bu yekunda bunların hamısı qadınlarımızın daha da ictimai siyasi həyatda fəallığının artırılmasına bir töhfə verəcəkdir. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, gender bərabərliyinin təmin olunması yalnız sosial sahədə deyil, şəhər mühitinin formalaşdırılmasında da əsas prioritetlərdəndir. Onun sözlərinə görə inklüziv şəhərlər yalnız bütün qrupların, o cümlədən qadınların aktiv iştirakı ilə mümkündür. Təhlükəsizlik, daha dərin siyasət yanaşmaları və ölkənin yenidən qurulması prosesində qadınların fikirlərinin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Onların bu prosesdə yalnız iştirakçı kimi yox, mütəxəssis kimi nəticə ortaya qoyması və bundan faydalanması vacibdir. Ümumilikdə isə bu yanaşma bütün sahələr üzrə hazırlanacaq siyasət və planlardan nəzərə alınmalıdır. Çünki qadınların şəhər mühitinə baxışı fərqlidir və bu fərqlilik daha təhlükəsiz, daha əlçatan şəhərlərin formalaşmasına töhfə verir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov isə qeyd edib ki, müasir şəhərsalma yanaşmalarında təhlükəsizlik, əlçatanlıq və həyat keyfiyyəti kimi meyarlar qadınların baxış bucağı ilə daha da zənginləşir. Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev də çıxışlarında qadınların iqtisadi və peşəkar fəaliyyətinin genişləndirilməsinin vacibliyindən danışıblar. Konfrans panel müzakirələrlə davam edib. Sessiyalarda təhlükəsiz şəhər mühiti, iqtisadi imkanların genişləndirilməsi və gender yanaşmasının tətbiqi əsas müzakirə mövzularından olub. Ümumilikdə isə tədbir şəhərsalma sahəsində inklüziv imkanların vacibliyini bir daha ön plana çıxarıb. Konfrans panel müzakirələrlə davam edib. Atabəy Səyyad, Təxminə Babayeva, Zaur Həsənov, NTV Xəbər, Bakı.